Bəzi saatlar həm dizaynı, həm də istifadə etdiyi material və texnologiya ilə diqqət çəkir. Citizen-in Super Titanium seriyasına aid olan bu xronoqraf da məhz belə nümunələrdəndir. Dizayn baxımından bu model klassik idman xronoqraf estetikasına malikdir. Siferblatda iki xırda göstərici yerləşir. Biri saatın işləyən saniyəsini göstərir, digəri isə xronoqrafın 60 dəqiqəyə qədər vaxt ölçən sayğacıdır. Xronoqraf saniyəsi mərkəzdə yerləşən uzun əqrəblə ölçülür və start-stop düymələri ilə idarə olunur. Kənarda da taximetr şkalasını görmək mümkündür. Lüminasiyaya gəldikdə isə demək olar ki, bu modelin ən zəif tərəflərindən biridir. İşıqlanan isə yalnız əqrəblərdir və onların aydınlığı çox uzun qalmır. Citizen bu seriyada özünün Super Titanium adlandırdığı xüsusi materialdan istifadə edir. Əsas material titandır, lakin şirkətin Duratec texnologiyası ilə səthi əlavə olaraq möhkəmləndirir. Nəticədə material adi titandan daha cızılmaya davamlı olur və paslanmaz poladdan xeyli yüngüldür. Texniki tərəfdən danışsaq, saatın daxilində Citizen B642 EcoDrive xronoqraf mexanizmi işləyir. Bu mexanizm işıq enerjisini toplayaraq saatı enerji ilə təmin edir, yəni klassik bateriya dəyişiminə ehtiyac qalmır. Tam yığılıqda saat təxminən 7 ay enerji rezervinə sahib olur. Xronoqraf funksiyası, tarix göstəricisi və yüngül titan korpusu ilə bu model gündəlik istifadə üçün həm praktik, həm də texnologiya baxımından maraqlı və dayanıqlı saatlardan biridir. Bizimlə qalın və bizimlə zamanı fərqli oxuyun.